dostlar, mən sizin növbəti vlogumda salamlayıram və bugün mən Bakı vaxtında 5:44-dür. Formula 1 üzrə Dünya Çempionatının sonuncu Grand Prix'si Əbu Dabiyə keçiriləcək Əbu Dabiyə yola düşürəm. Əbu Dabi Grand Prix'sindən sizə vlog hazırlayacağım. Formula 1'ə yəqin ki Azərbaycandan gedən şəxslər var. Onu izləyiblər, amma bu tipli videonu heç kim hazırlamayıb. Bu ilk video olacaq. Biz Dubaya gedirik çünki birbaşa Bakı Əbu Dabi reysi olmadığına görə və İstanbuldan tranzitlə istifadə edəndə mən 11 saat tranzit ərazisində gözləyəcəmə görə və Bakıya qayıtma vaxtı mənə sərf etmədiyinə görə mən Bakı reysindən istifadə edəcəm, amma Dubaydan Əbu Dabiyə gedəcəm. Sizə də müəyyən bir xırda, bəlkə də bildikləriniz, bəlkə də bilmədiyiniz elementləri izah etməyə çalışacağım ki, növbəti yarışlara siz gedəndə bunlara diqqət edə biləsiniz. İnşallah indi biz Bakıdayıq, saat 7-də təyyarəmiz yola düşür. Mən sizi Dubaydan salamlayacağım. Biz artıq Dubaydayıq. 2 saat yarımlıq uçuşdan sonra indi biz Əbu Dabiyə getməliyik. Əbu Dabi 2 üsulla getmək olar, taksi ilə və avtobusla. Avtobusla biraz uzun olacaq çünki İbn Battuta metro stansiyasına getməliyik. Oradan avtobus stansiyasından 25 dinar ödəmə ilə getmək mümkündür Əbu Dabiyə, amma mənə daha tez çatmaq lazımdır çünki təsnifat mərhələsi var, ona çatmalıyam və həmçinin oteldə yerləşmə var, yorğunam, ona görə mən taksi ilə gedəcəm. Taksi də hardasa 75 dinar eləməlidir, bizim bundan hardasa 35-40 manat eləyəcək. İnşallah Əbu Dabidə görüşərik. Əbu Dabidəyəm və Ferrari World'ə, yəni daha doğrusu Formula 1'in keçirdiyi Yas Marine trekinə getmək istəyirəm. Mənim yerləşdiyim oteldən 24 kilometr uzaqlıqdadır. Təbii ki, gəzə-gəzə getmək olar, amma mən gəzə-gəzə getmək istəmirəm. Bir, hava istidir, baxmayaraq biraz dənizdən küləyi vurulur, amma çox istidir. Mənim isə istiyə dözümüm yoxdur, ona görə mənim cəhənnəmə düşmək fikrim də yoxdur. İnşallah ki, düşmərəm, çünki istidən xoşum gəlmir, ən azından ona görə. Şəhər özü Əbu Dabi şəhəri, belə deyək də, şüşəli binalardan ibarət olan bir şəhərdir. Dubay buradan gözəldir, amma Bakı və hətta Sumqayıt, hətta Gəncə belə bu şəhərdən gözəl ola bilər. Gözəl ola bilər nədir və ümumiyyətlə gözəldir. Bir dənə məqam bu şəhərin bizim şəhərlərimizdən üstün cəhəti ondan ibarətdir ki, bu şəhərdə yaşıllıq çoxdur. Yəni, videolarda da görəcəksiniz, çoxlu sayda yaşıllıqlar salınıb və Ərəb yarımadasında, ümumiyyətlə Birləşmiş Ərəb Əmirliklərində ən yaşıl şəhərlərdən biridir. Bu mənim çox xoşuma gəldi. İndi isə mən Formula 1 yarışlarının keçirdiyi, yəni təsnifat mərhələsi üçün yollanıram Yas Marinə. Sizə maraqlı bir şey danışacağım. Burada taksilərin xüsusi, bax, indi ekranda görürsünüz, xüsusi bir monitoru var. Bu monitorda sizə xidmət göstərən şəxsin adını və soyadını bilirsiniz. Neçəyə aparacaq sizi, yəni avtomobilə oturanda ilk vuracağı məbləğ də var ki, yəni bizdə Azərbaycanda 1 manatdır. Bunlar da 3 dirhəm 50 qəpikləri iləndir. Elə haradasa bizim də elə 1 manat bu qədər pulumuzdur. Daha sonra kilometraj olaraq hesablayır. İndi biz Yas Marinə gedirik. Bundan danışırdıq. O sarı zolaqları görürsünüzsə yolun ortasında, bu nəyə bildirir? Əgər tutaq ki, yol ayrıcı bağlanarsa və sizə yaşıl yansa belə, orada maşın qaldığı təqdirdə heç bir halda sizə yaşıl yanmayacaq. Yəni, sizə qadağa siqnalı yanacaq ki, bu yol ayrıcı boşalsın. Bakıda bunu eləmək istəyirlər, sözün açığı. Sadəcə fikirləşirlər. Amma mən sizə deyim, həminliyə deyə bilərəm ki, bunu Bakıda eləmək lazım. Bugün noyabrın 28-də Jeremy'nin konserti var. Bilmirəm Jeremy kimdir, amma yaxşı oğlana oxşuyur. Və biz buradan daxil olacaq, çünki bizim məhz tribunamızda məhz burada yerləşir. Bilet almağa gedəndə də avtobusla getmək mümkündür, yəni kassalar arasında. Bizə elektron bilet olduğuna görə biz bu avtobusa minirik. Və, excuse me,
Hakikaten adam var burada. Biz avtobusla bilet almaya gedirik. Və burada avtobusla gəzməlisən. Bax biz Böyük Britaniyadan olan bir turistlə yarım saatdır bir elektron biletimizi təqdim edib öz əsl biletimizə qovuşa bilmirik. Səhərdən gəzirik. Bəzən Pakistanlılar, bəzən Hindistanlı olan xidmətçilərsə İngilis dilində məndən 5 bətər danışırlar. Desək ki, mənim orta məktəbdə olan İngilis dilim, yəni mən onu inkişaf etməmişəm. Bunların İngilis dilindən yaxşı, heç nə başa düşməyə olmur. Səhərdən fırlanırıq. Ümid edirəm ki, içəri daxil ola biləcəyik. Çox əslində çoxlu adam var, çoxlu turist var və buna görə Azərbaycanda keçiriləcək Formula 1 Grand Prix'si bilmirəm, Lemana görə adam az olar yoxsa yox, amma çoxlu turist axınına və fanatlara sahib olacaq. Məsələn, mənim yanımda oturan turist bütün Formula 1 yarışlarına gedir, bütün hamısına gedir. Haqqında danışım. Bax, bu bizim biletimizdir və bugünkü Grand Prix'nin təsnifat yürüyüşlərinə getmək üçündür və biletlər çox maraqlı bir qabda olur. Yəni, mən gələndə artıq bu qabda idi və onun içərisində sabahsı gün üçündə biletim var ki, hansı ki boynumu asıb gedəcəm. Bax, belə bir bilet yeridir. Burada insanlar otururlar. Bəzi xanımlar çox belə biədəb otururlar. Amma istənilən halda bileti buradan alsın. Amma bir şey, təşkilatçıda bəzi müəyyən cəhətlər var ki, onu mən otelə qaydanda sizə deyəcəm. Bir dənə sistem ediblər. Sistem nədən ibarətdir? Bileti alırsan dünyanın o başından. Sonra o biletlə yeri tribunaya keçmək üçün getməlisən o biri başına. Məsələn, biz artıq ikinci avtobusa keçmişik. Düzü kondisioner işləyir və s. vaxtında işləyir, pulsuz öz yerində. Amma məncə belə olmalı deyil də. Yəni mən harasa tribunada oturacağamsa, bileti elektron olaraq orada almışamsa, orada da mütləq bilet əldə etməlisən. İndi təsəvvür edin ki, mən getmişəm Ferrari Mall'un qarşısındakı bilet stansiyasından bileti almışam. Lap birinci söhbətimizdəki yasvarinə ki, mən daxil oldum. İndi qayıtmalıyım həmin qapıya. Təxmini mənim 1 saat yarım vaxtım gedir. Yəni bir bileti götürüb geri qayıtmaq üçün saat yarım vaxtım gedir. O qədər böyüdür ki, 1335 hektardır, yəni Yasmarinin ərazisi. 2 müxtəlif trekləri hətta yerləşdirmək olar. Yəni bu trekdə dostlar eyni vaxtda 2 müxtəlif yarış keçirilə bilər. Yəni təsəvvür edin, paralel olaraq həm Formula 1 keçirilə bilər, həm də GP yarışları, yəni motosiklet üzrə rally yarışları da keçirilməsi mümkündür. Bura gəlmək üçün təxmini hardasa Əbu Dabidən bura Yas adasına gəlmək üçün hardasa 55-60 dirhəm pul xərcləyəcəksiniz. Avtobuslar demək olar ki, bura gəlmir, amma burada ərazidə hərəkət etmək üçün mütləq sizə avtobus lazım olacaq. Bax, belə xətlər var. Avtobuslar bu xətlərlə hərəkət edir və burada da dayanırlar. Hələlik açılışa biraz vaxt qalıb, təxmini saat indi 12-dir. Bakı vaxtı ilə həm Abu Dhabi vaxtı ilə və saat 5-də əsas final yarışları başlayacaq. Finalda Nico Rosberg birinci, Hamilton ikinci start verəcəklər. Dünən təsnifat yarışlarında Nico Rosberg ən yaxşı nəticəni göstərib. Həmçinin başqa bir məsələ, Sebastian Vettel bu Yasmarin trekində 3 dəfə dalbadal çempion olan Sebastian Vettel, yəni Abu Dhabi'də yalnız o qələbə, ən çox qələbə salandı, 16-cı olaraq start verəcək, Alonso isə 17-ci. İndi biz Ferrari mola doğru gedirik, Ferrari World'e doğru gedirik. Oranı da sizə göstərim. Daha sonra trekin içərisinə daxil olanda da siz müəyyən belə deyək, həm çatışan, həm də çatışmayan cəhətləri görəcəksiniz. Təsəvvür edin ki, dünən mənim həm bugünə olan biletlərim, həm pasportum və digərləri itmişdi. Necə itmişdi? Bunların hamısını növbəti videoda göstərəcəm. World və Yas Mall'dur. Yas Mall soldadır. Ferrari World düz qabağımızdadır. Yeri gəlmişə dünyanın ən böyük Ferrari World'udur və onun üzərində olan Ferrari logosu isə dünyanın ən böyük logosudur. Bu isə Ferrari World'un girişidir. Bura mola girişdir. Bu keçid vasitəsilə atraksiyonlara keçid edə bilirsiniz. Fikir etsək ki, mühafizə xidməti burada bu cür təşkilatçılıq edir. Həm piyadanın buraxılmasında, həm sərnişinin buraxılmasında, həm sürücünün buraxılmasında. Bura giriş hissəsidir və içəridə deyirlər maraqlı şeylər olmalıdır və gün ərzində, yəni Formula 1-ə gələn, finala baxmağa gələnlər həm də vaxtların çox hissəsini, yəni boş hissələrini oteldənsə bu cür əyləncə mərkəzlərində keçirməyi xoşlayırlar. İndidən nəzərə alsaq ki, Azərbaycanda bu Neftçilər prospektinə keçiriləcək, Park Bulvarda və digər ərazilərdə yaxşı əyləncə mərkəzlərinin olması şərtdir. Buranın giriş hissəsidir. Burada xüsusi, belə deyək, aksesuarlar satılır.
Qabdır, papaqdır. Sonra baxa görə özümüzə nə alırıq buradan? Eynəkdir, su qabıdır və welcome. Hala gəldik bura. Çətindir də, yəni bunu yazanda bu cür yazırlar. Bu mənim belə deyək, səhər yeməyimdir. Qısamı mənə deyirdi ki, sən köksən. Mən isə kök deyiləm. Bax, təsəvvür ki, bu gün ərzində bax bunun üzərində də yanacaq. Bu isə ikinci mərtəbədir, biridir və burada təbii ki, müxtəlif atraksiyonlar və shopping mərkəzlər olacaq. Amma bizim bütün əl çantalarımız və üstümüzdə yoxlayacaqlar. Ferrari World'də ilk qarşımıza çıxan obyekt isə məhz mühərrikdir. 458-ci İtaliya mühərrikidir və 8 tipli mühərrik. Bu mühərrikini bura niyə qoyurlar? Süper bir mühərrikdir. Mən sizə deyim, bunu 07'ye qoymaq olar görürsən. Ferrari Store'a daxil olaq, görək burada nə satılır və neçəyədir. Maşın qabaq bamperini satırlar bu arada. Kiçik oyuncaqlardır. Var burada. Aha, oyuncaq Ferrari maşınlar. Bunu alırsan, verirsən oğluna, oğlun da 2 gündən sonra sındırır. Çantalar, brend çantalardır, ayakkabı. Bu ne ayakkabı bak? Yox. Daha rahat hərəkət edə bilərik. Bu ilk Ferrari'lərdən biridir ki, hansı ki yarışlarda iştirak edir. Onu tırmaşdırırlar divara və burada müxtəlif insanlar şəkil çəkdirirlər və yeri gəlmişkən buradan bilet almaq lazımdır. Yəni növbəti mərhələyə keçmək üçün, növbəti yerə keçmək üçün mütləq biletiniz olmalıdır. Çünki burada həm muzey var, Ferrari müzeyi var və görürsünüzsə, hamı gəlib biletini alır. $60 dirhəmə bronz kart alırsan, bilet alırsan və bu biletlə mən sizə göstərim. Bu biletlə əlimizdə xəritə var. İstədiyimiz hansı ki, yəni bronz bilet icazə verirsə, həmin istiqamətdə hərəkət edə biləcəyik və atraksiyonlardan və ya hər hansı bir xidmətdən istifadə edə biləcəyik. Görə orada nə var? İlk olaraq bizi belə Formula 1 bolidi, Ferrari'yə məxsus olan Formula 1 bolidi qarşılayır. Bu bolidin real ölçüləridir. Formula 1 bolidi və idman avtomobilinin belə kiçik formada tanıtımı. Əcəb kiçikdir. Maşın qoyublar ora. Sonra adam bunu yarım saat edir. Yəni təkəri dəyişənə qədər altın iş keçər. Bu uşaq əyləncə mərkəzidir. Oğlumun yeri məlum. Bir də kiçik akademiyadır ki, burada kartinglərdə məşğul olurlar. Bir məsələn deyim sizə, ümumiyyətlə Yas Marinin ərazisində xüsusi karting dərsləri var. Yəni, həm övladınız, həm özünüz burada xüsusi dərslərdən keçə bilərsə, övlad üçün əla bir şey. Yəni, uşaqlarınız kiçik yaşından avtomobil idarə etməni öyrənir. Siz bura gəndə belə bir xəritə verirlər və bronza nələr düşürsə, onları belə qeyd ediblər ki, məsələn, bronzla
bu attraksiyonlardan istifadə etmək olar. Süni adacıqda belə müəyyən attraksiyonlar yaradıblar. Sanki Ferrari gəmiləridir, həmçinin Ferrari avtomobilidir ki, xüsusi reysin üzərində hərəkət eləyir. Və insanlar bana pul xərcləyirlər ha, özümüz. This is Ferrari World. Ferrari dünyası, dünyanın ən böyük Ferrari dünyasıdır, attraksiyonudur. Qardaş sükanı elə çevirir, elə bir özü çevirir bunu. Yəni bu reyslə gedən bir şeydir. Amma qardaş özü üçün imitasiya eləyir də. İndi həyatında nə vaxtsa Ferrari oturmayacaqda oturur. Və mesaj yazır. Əzizim, mən Ferrari deyərəm. Bu da mənim selfim. Təpən ölməsin sən. Kəslər. Belə bir maşındır. Qarşısında ekrandır. Yəni keçirsən maşına, qabağında ekran açılır və başlayırsan maşın sürmür. Yəni sanki bir real diyor, amma maşın real maşındır ya. Sadəcə imitasiya edir ekranı. Maşın konkret dolçu Ferrari'dir. Daha sonra burada nələr olur? Səslərə bax. Burada hələ Formula 1 var. Hələ hansı ki bu boliddən də istifadə eləmək olar. Pulunuz varsa burada gələ bilərsiniz. Burada karting mərkəzidir. Və kartingdə həm uşaqlar, həm də böyüklər sürə bilərlər. O, Kokoş özü keçdi, sürüşdü. Və çox qəşəng karting yeridir. Yəni qəşəng hazırlayıblar. Bizdə biraz bu cür hazırlanmır. Yəni sən real özü pilot kimi hiss edirsən. Bunlar öz növbəsini gözləyənlərdir. Qışda mən sizə bir dənə şey tövsiyə edə bilərəm. Əbu Dabi şəhərində gəzməli yeri yox. Ancaq gəlirsənsə, məsələn Əbu Dabiyə gəlirsənsə, Dubaya gəlin, bir günlük Əbu Dabiyə gəlib, bütün bu attraksiyonlardan, əyləncələrdən istifadə edin. Qardaş qaldı orada. Əyləncələrdən istifadə edin. Yəni yay, qış tətilini burada keçirmək idealdır. Bir, hava soyuq deyil, istidir. İki, yaxşı əyləncə növləri var. Yəni İstənilən halda Bakı-Dubai-Bakı reysi çox ucuzdur. Yəni bu reysdən istifadə edə bilərsiniz rahatlıqla. Bakı-Dubai-Bakı gəldiniz və salam da gəl Əbu Dabiyə 45 dəqiqə 50 dəqiqəlik yol. Qardaş sürür deyəsən. Qardaş sürür. Həm büdcənizə uyğun olacaq, həm də maraqlı qış tətili keçəcək. Övladınız varsa əladır. Yəni övladınız üçün siz yadda qala biləcək qış tətillərindən biri olacaq. Həm restoranın əla rəngi var. Həm kiçik bir iki restorandır Modena'da. Modena şəhərində, həm də şəhərin kiçik bu havasını yaradıblar. Elə bir şəhərdəsən. Onun pulu nəyə qadirdir? Sofiyanın Dolce Vidası. Sonra var buralarda. Yəni Əbu Dabiyə gəldim, bura gəlmədimsə, təkrar edirəm, sanki Əbu Dabidə olmamısan, ən bronz bileti alın, yəni full gold bilet almağa ehtiyac yoxdur bu arada. Olsa birincisi baha başa gələcək, həm də bu ərazidə nə qədər hamısını onsuz da oynaya bilməyəcəksiniz, hamısından onsuz da istifadə edə bilməyəcəksiniz. Burada kitablardır. Bunun üstündə kitab. Pulsuzdur? Yox, kitabları bura bərk edə bilər. Amma Rus üstündə də kitablar görürüm. Müxtəlif kitablara görə kitab dükkanıdır. Açar düzəldir bu. Bayraq. Sabatini'nin suvenirləri. Evet, ama bizdə o boyda tarixi abidələr var. Biz bir özümüzə turist çox cəlb eləyə bilmirik. Bunlarsa adi süni bir bina yaradıblar. Süni ya. İnsanlar gəlirlər. Ferrari qalereyasıdır dostlar. Burada müxtəlif köhnə və yeni Ferrari modelləri və həmçinin Ferrari pilotları Formula 1-də
onların rəsmləri ulaşıb. Giriş isə belədir. Amma indi Ferrari ilə şəkil çəkdirir sözümüzü. 2007-ci Kimi Raikkonen. Yeri gəlmişkən, Kimi Raikkonen bugün 3-cü start verəcək Formula 1 final yarışlarında. Yəni, öz övladınızı bura buraxırsınız, uşağınız qaşdı oynayır və vaxtını əyləncəli keçirir. Hətta deyəlim, belə uşaq oyun mərkəzlərində uşağı qoyub özün gedə bilərsən ki, alışveriş eləyir, məsələn, arvad nəsə istəyir. Uşağı qoy, ged alışverişi elə, sonra gəl uşağı götür. Belə bir şeydir. Poledin indi real olan ölçüləri. Bu onun sükanıdır. Bu təkər, mühərrik. Bu isə arxa qanadlar. Mənası var. Biz avtostopun növbəti çap jurnalında, növbəti buraxılışında hansı düymə nə üçündür, onu sizə izah edəcəyik. Burada hətta suyu buraxan düymə var, deməli, sürəti artıran və s. və s. Suyu buraxan yəni ki, kaskadan su gəlir pilota, çünki o, məsələn, bu günləri daha çox su itirəcəklər, çünki hava istidir. Burada isə balaca kiçik bir atraksiyon var. Uşaqlar burada kiçik pultla Ferrari avtomobilləri sürürlər. Bilməm bu neçəyə də, yəni böyük forması evdə quraşdırmaq, amma sıfır bir şey. Bu isə Alfa Romeo. Yağ çəkəndir deyəsən. Bu Məsud özülə oxşayan oğlan Enzo Ferrari'dir. Özü yarışçı olub bu arada. Marina'nın cənub qapılarının girişidir. Burada həm kiçik cənub klubu var, hansı ki siz burada yemək yeyə bilərsiniz, həmçinin Formula 1-i televizordan izləmə imkanınız var. Həmçinin kiçik Formula 1 kəndi var ki, Bakıda da bu yeri gəlmişkən təşkil olunacaq. Orada istirahət eləmək olur. Abi kiçik bir balaca yeri görürsünüz. Orada otururlar, yerdə uzanan var, kresloda oturan var, istirahət edirlər turistlər. Bizdə də belə olacaq. Yəni biləsiniz ki, turist əlindən həmin gün tərpənmək olmayacaq. Əsas odur ki, biz həmin ili, yəni söhbət 2016-cı ildə gedir, xidməti yaxşı bir formada təşkil edir. Xidməti yaxşı formada təşkil etsək, hər il bax bu qədər adam bizim
şəhərimizə gələ bilər və pullarını burada xərcləyə bilərlər. Fikirlərin hamı yatmaq istəyən yatır, istirahət eləmək istəyən istirahət eləyir, yemək yemək istəyən yemək yemək istəyir və yer gəlmişkən burada Bakı 2016-nın bukletləri paylanılır ki, yəni 2016-cı ildə Bakıda keçiriləcək və görün nə qədər adamın bundan xəbəri olur və təxmini 50.000 adam varsa, hər gün 50.000 adam bura daxil olursa bu 150.000 edir. Bizdə 40.000 adam göstərilir. Əgər 40.000 olacaqsa bu artıq 40.000 120.000 insan deməkdir. 120.000-in hərəsi 10 dollar xərcləsə bu artıq 1.200.000 dollar pul edir. Dolların indiki vaxtında. İndi baxın görün necə xidmət göstərməklə pul qazanmaq olar. Təbii ki, ətraf ərazilərdə bizdə küçələr bağlı olacaq, çünki şəhər trekidir, müəyyən biraz çətinlik yaşaya bilərsə, amma bütün bunların hamısı Azərbaycan üçündür. Fikir verin, bir balaca bir kənddir, hamı gəzir özü üçün, istirahət eləyir. Burada isə konsert olur, yeri gəlmişkən. Birazdan trekə daxil olacaq, hələlik tokkamızın altını bərkitməliyik. Bugün finaldır. Angola'dan, Kenya'dan, Böyük Britanya'dan, Kiper'dan, Amerika'dan, Səudi Ərəbistan özündən, İsraildən, Çindən, Filippindən, Malayziyadan bura turistlər də gəliblər. Yəni bu tanış olduğum turistlərdir, amma beləliklə daha çoxdur. Fikir verirsinizsə, belə bir yer var, kiçik meydanca. Burada oturub istirahət edirlər. Həmçinin televizora baxmaq olar. Oyun meydançalarıdır, istirahət meydançaları, trek zamanı verilən konsertlər. Şəkil çəkdirmək üçün yerdir ki, hansı ki burada pilot paltarı giyinə bilirsən, həmçinin kubok götürürsən, podiuma qalxırsan, qızlar da yanında olur. Formula 1 maşınlarının belə deyək də simulyasiyasıdır. Burada paltarlar satılır. Yəni bizdə də belə olacaq, biləsiniz. Kənddir, meydançalardır, restoranlardır. Yəni özünüz də gedə biləcəksiniz, turistlər də gedəcək. Yəni Formula 1 belə keçirilir. Deməli, qulaqlıqlar satılır. O qulaqlıqlarla müəyyən FM diapazonda şərhçilərin danışığını tutursunuz və yarışmaya baxa-baxa bu qulaqlıqla, bu yarışmaya baxa-baxa artıq meydanda nə baş verir, kim birincidir, kim ikincidir, onu da görə bilirsiniz. Bu qardaş niyə belə bu formada da bilmirəm, amma yəqin ki, şəkil çəkdirmək üçündür. Burada nədir? Burada Etihad Hava Yollarının reklam gürşəsidir. Daha görə Azərbaycanı tapa bilirdik. Azərbaycan mən bilmirəm, hansı tərəfdədir sözün düzü. Ofisial proqrama, həmçinin trek haqqında məlumat. Dünyada ən maraqlı və ən qəşəng şeydir bu. Deməli, sənin şəhərində keçirəcək Formula 1-in bukletini sənə tanımadığın bir adam verir. Ki, səndə Grand Prix olacaq. Bu xüsusi proqramdır və bütün turistlərin bundan xəbəri var. Burada gəzirlər, kuboklarda gəzirlər. Yəqin bizdə də belə kubok və var. Hərəkət edən kubok və saatlar. Yerimiz buradır. Biletimiz ki var, biletimizdə görsənir. Konkret olaraq S01 qapısından girəcəyik. İkinci mərtəbəyə qalxmalıyıq. Daha sonra B seksiyasında 85-ci oturacaq bizim olacaq. Bu biletlə istədiyimiz vaxt girib, istədiyimiz vaxt çıxa bilirik. Yəni müəyyən ölçüdə belə bir inşallah ki problem yaşanan deyil. Amma sevir misin bileti bura? Hoppa. Əssalam. Bak, ikinci mərtəbəyə qalxmaq üçün liftdən istifadə edəcəyik. Birinci mərtəbə buradadır. İkinci mərtəbədə bura.
Keçirik ikinci mərtəbə. Salam. Bu qədər adam liftə yerləşəcək inşallah. Gəldik. Marin treki, bax bizim mənim oturacağım yer buradadır. Önümüzdə yaxtalar var. Yeri gəlmişkən o yaxtaların sahibləri yaxtasından bunu izləyirlər. Bax, hələlik trek tam da olmayıb. Amma düzünə gələnlər və döngə eləyənləri rahat görə biləcək. Məndə B sırasında 85-ci oturacaqdır bu arada. Çok maraqlı. 89, 85. Set 85. Bax burada. Mən bax burada oturacağım və ekranda ümumiyyətlə müsahibələr gedir Formula 1-in. Tamilidir. Komanda üzvləri belə deyək ki, hərəkət edərək avtomobilin üstlərində bütün tribunalara salamlayırlar. Burada həm Hamilton'da birinci yılda, sonra Sebastian Vettel, Nico Rosberg, Daniel Kvyat, yəni üzdən tanıdığı Alonso sarı papaqda orada darıxır o həmişə elədir. Olmuş gəlməsə trek haqqında məlumat vereyim. Bu treki Herman Tilke proyektini, layihəsini verib, hansı ki Azərbaycanda keçiriləcək Avropa Grand Prix-dən layihəsini o verib. Trekin uzunluğu 5554 metrdir. 5555 metr olmalıydı, amma əslində daha sonra dəyişdi. Neyəsə görə 5554 oldu. Bu müsəlmanlarda 5 rəqəminin müqəddəs olması ilə əlaqələndirənlər var. Və trekin özündə maksimum kilometraj yığanda 310 kilometr olur, saatda 310 kilometr və buradan hardasa saatda 65 kilometrə qədər düşmə müşahidə olunur. Trekin bax bu kimi ikili döngə olan hissələri var. Səhv etmirəmsə 7 üstə gəl 19 döngələri var və bu trekdə nə döngələrdə nə baş verəcəksə, ötmələrdə hadisə baş verəcək, mən sizə göstərməyə çalışıram. Qərbə bir hadisə baş verdi. Mən Skyner'dan keçəndə elə üzümü çöndərmişdim o yana ki, əynimi dəzdən bu vesilə şalvarın kəmərini çıxar, neyini çıxar tərkizlə bağlı. Mənim çantamı götürürlər. 2 saat mən çantamı gözləməklə məşğul olam. Çünki çantamın içində həm pasportum var, həm biletim var, həm açarlarım var. Neysə də bütün əşyalarım həmin çantanın içərisindədir. Biz 2 saata yaxınını axtarırıq və çantamı sonradan tapırlar bu sektorların arasından. Geri qaytarında məlum olur ki, bazar gününün ümumiyyətlə bileti yoxdur. Həmin bazar günün biletini yenidən mən bugün səhər ləğv elətdirirəm, özümə yeni bilet alıram və həmin o 2 saat ərzində təqsimatı mən izləyə bilməmişəm, çox təəssüf. Amma bu günləri artıq trekdə nə baş verəcəksə, mən sizə onu izlətməyə çalışacağım. Çünki bu kadrları siz nə televizorda görəcəksiniz, nə də hər hansı bir bloger bunu sizə göstərən deyil. Yəni, sabahları nə vaxtsa Əbu Dabidə Grand Prix-yə gələndə və ya Əbu Dabiyə gələndə bu sizin üçün kiçik bir dərslik ola bilər. İçində ədəb əmirliklərinin himni səslənir və hamı ayaq sığınır. Təsəvvür edin, belə bir şey Bakıda da olacaq. Bizim himnimiz nə açılacaq və hamı bizim himnimizi dinləyəcək. Start verilir. Start verildi. Beləliklə, Rosberg birincide, Hamilton ikincide və Kimi Räikkönen üçüncü davam edib. Hələ ki gözləyirik. Gəlmişkən trek boyunca ancaq belə şərhi eşitmək olur.
Yəqin ki, Azərbaycanda belə olacaq, direkt boyu şərh olacaq ki, biz elə havaya qulaq asmayaq. Amma burada qulaqlığı olan şəxslər var, o qulaqlıqla onu dinləyə bilirlər. Elə ki, gəlirlər. Gəlir, döngə. Alonso'nun mühərriki nasazdır. Honda 2 ildir bir dənə mühərriki düzəldə bilmir. Hayf Alonso'dan. Safety car çıxır. Yəqin ki, Alonso'nun mühərrikində problemlə əlaqədardır bu. Artıq safety car çıxdısa, bəli, biz onu gördük. Onun mühərrikindən alov çıxırdı, yəni qılıcımlar çıxırdı. Hayf. Alonso'dur yəqin ki. Bəli, Alonso. Getdi. Komandasının problemlərinə görə axırda qalır. Kadrlar alınır. Yəni təbii işıqdan suyun işığa keçid zamanı həm trek gözəl işıqlanır, həm görüntü olaraq çox gözəl görünür. Yəni hesab edirəm ki, Formula 1-in elə əsl ləzzəti də bax bundadır. Yəni burada şou var. İnsanlar o Alonso'da yeri gəlmişkən özünün Arap motoru ilə trekin etrafında olan Fars körfəzi, Yas adasının ətrafında salınan evlərdir, yəni adanın içərisində. Orada o evlər satıb, oradakı evlər var ha, onların hamısı satılır. Maraqlanın, pulunuz varsa gedin al. Dostlar, mənim Əbu Dabi macəram və vlogum burada bitir. Treki tərk edirəm. Üstüdən taksi dayanacağına taksi ilə yəqin ki Dubaya gedəcəm. Dubaydan isə beynəlxalq hava limanı ilə Bakıya uçacağım. Səhər saat 4:45-də bəlkə də sizin aranızda çoxları yatanda mən Bakıya inəcəm. Növbəti vloqlarda, növbəti verilişlərdə və növbəti Formula 1-də görüşənə qədər.